Kriminal romantikaya meyl eləyən insanlar özləri bəsit olurlar. Məsələn, bir 30% qəzəl zat yazırdılar. O vaxtı oxuyurdum, məsələn, Bəxtiyar qəzəl yazırdı. Oxuyurdum, bu nədir? Bir şey yaz da, yazma da deyirəm. Bunlar özləri öz həyatlarını da romantikləşdirməyə meylliyirlər. İndiki uşaqların da təbii ki, meyxanaya qulaq asan uşaq daha çox meyilli olacaq o tərəfə. Bunların beyni hələ bəsit səviyyədə. Yəni beynin qıvırcıqları onlara daha qlobal şeylər barədə düşünməyə imkan vermir. Bunlar ancaq üzdə görünən şeylərə. O da üzdə görünən də nədir? Uşaq vaxtından özlərini cəmiyyətə tanıtmaq istəyirlər. Olimpiyadada iştirak edib medal ala bilməyən, məktəbdə yaxşı oxuya bilməyən. Bunlar nəyinə sübut edəcəklər? Ya qol zoru ilə, ya 10-15 nəfər ətrafına yığıb dəstə düzəltməklə özünü güc hesab edəcək. Ona görə bu təzahür formalarıdır.